Doktor, deməli, məndə təzyiq var idi, təzyiqim var idi. Mən sizin müalicənizi götürdüm, arı ilə, zəli ilə müalicə aldım. Bir də ki, zobum var idi, zobuma da qurbağa ilə müalicə elədiniz, özümü çox rahat və yaxşı hiss edirəm. Buna görə sizə öz dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm. Gülbükə xanım, çox sağ olun. Mən də sizin şəxsinizdə bütün müəllimlərə təşəkkür edirəm. Nə yaxşı ki varsınız, nə yaxşı kimi bizim ziyalı, savadlı, tələbkar müəllimlərimiz var. Və sizin şəxsinizdə inanın ki, mən Balakənliləri çox istəyirəm və sizin şəxsinizdə o sevgim biraz da artıb. Çünki bilirsin, səmimi, yəni bax o, siz qoşulmaya da bilərdiniz, bu gecə vaxtı, bu isti havada, təşəkkür etməyə də bilərdiniz, borcunuz deyildi. Ancaq böyrəyiniz var olsun, minnətdaram. Hər zaman yaxşı olasınız və sizin şəxsinizdə bütün xəstələrimizə, bütün xəstə insanlara şəfa dilirəm. Çox sağ olun, minnətdaram. Allah sizi qorusun. Və təbii ki, Gülbükə xanım bizdə müalicə alıb dediyi kimi, təzyiq, zob, narahatçılıqlar hamısı qaydasına düşüb. Çox şükürlər olsun. Ancaq bilirsinizmi, mütləq mənada insan özünə diqqət yetirməlidir. Mənə zəng elədi, dedim Gülbükə xanım, bax yolları budur. Bu ola bilər, bu ola bilər, bu da ola bilməz. Yəni heç bir narahatçılığı yoxdur, ancaq burada bir balaca qanın qatılaşması olduqca tez idi. İndi o təbii ki, qalxanvari və düyünlü zob var idi, ancaq ən təhlükəlisi orada qanın qatılaşması. Güzəli qoyduq, düzəldi.